Salam əziz izləyicilər, bugün sizlər üçün Azərbaycan mətbəxinin çox önəmli şirniyyatlarından biri olan paxlava hazırlayacağıq. Bugün 1 kiloqram unun paxlavasını hazırlayacağıq. Xəmirin ingredientləri sizin nəzərinizə çatdırmaq istəyirəm. Burada bizə lazım olacaq 1 kiloqram un, 3 yumurta, ancaq 2 bütöv bir sarısı, 250 qram yağ, 230 qram xaman, 1 çimdik duz, çay qaşığının ucundan biraz çox maya, 1 xörək qaşığı yarım şəkər tozu və 2 paçka vanil istifadə edəcəyik. İndi isə vaxt itirmədən xəmirimizi yoğuraq. Unumuzu əlavə edirik. Burada xanımlar 1 kiloqram undur. Yumurtamızı əlavə edirik. Daha sonra yağımızı əlavə edəcəyik. Mən burada 250 qram kərə yağı istifadə etmişəm. Daha sonra 230 qram 15%li xamamızdır. Onu əlavə edirik xəmirimizin içərisinə. Daha sonra xanımlar 1 çimdik duzdur. Çay qaşığının ucundan biraz çox mayadır. 1 xörək qaşığı yarım şəkər tozudur. 2 paçka vanil və apardığı qədər ilıq süd istifadə edəcəyik. Başlayırıq yoğurmağa. Südümüzün hamısını birdən-birə əlavə etmirik. Çünki bilmək olmaz. Onun keyfiyyətindən asılıdır. Bəzən xəmir yumuşaq ola bilər və yaxud da daha çox bərk ola bilər. Ona görə az-az istifadə edirik südümüzü. Xəmirimiz artıq hazır olur xanımlar. İndi sizə göstərəcəm hansı yumuşaqlıqda xəmir yoğurulmalıdır. Baxın, paxlava xəmiri qəti şəkildə çox yumuşaq ola bilməz. İndi isə xəmirimizi 20 dəqiqə dinləndirib başlayacağıq kündələrimizi tutmağa. Xanımlar, xəmirimizi gözlətdik 20 dəqiqə, ondan artıq gözlətmək olmaz və başlayırıq xəmirlərimizi kündələrə tutmağa. Biz 12 qat paxlava eləyəcəyik. Paxlavanın orta qatlarının ölçüsü 80 qramdan tutacağım. Hər zaman üst qat və alt qatdan 100 qram artıq olur. İndi isə başlayırıq kündələrimizi tutmağa. Əvvəl altdan üstü dəqiqləşdirək. Baxaq görə bu neçə qramdır? 6, 400 qramdan tutacağıq. Tam-tamına 400 qram alt. İndi üst qatımıza tuturuq. Biraz çoxdur, kəsirik. Bu bizim alt qatımızdır. Bu isə üst qatımızdır. Alt qatı yayıb altına istifadə edəcəyik. Üst qatı isə kündəliyib soyuducunun üst gözünə yerləşdirəcəyik. Bu bizim alt qatımız. Bu isə bizim üst qatımızdır. Bunu pingvin setkaya daxil edib soyuducumuzun üst qatına yerləşdirəcəyik. $80 qramdan orta qatlar tuturuq. 12 qat. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 1, 6, bir də üstü olacaq 12 qat. İndi isə xanımlar 80 qramdan tutduğumuz kündələrimizi kündəliyib 5 dəqiqə gözlədib yaymağa başlayacağıq. Xanımlar, paxlavamızın üzərinə bantik eləyəcəyik. O xəmiri də qoyacağıq soyuducunun üst gözünə. İşinizi asanlaşdırmaq üçün kündələrimizi hamısını yayıb aralarını unlayıb gözlədirik. Xəmir daha tez yayılır və işimizi daha tez bitirmiş oluruq. İndi sizə göstərəcəm. Görürsünüz xanımlar, bütün ara qatlarını yaydım. 5-10 dəqiqə gözlədirəm. Üzərini örtürəm və keçirəm alt qatı yaymağa. Başlayaq. Alt qatımıza çox az duru yağ istifadə edirik. Çox az. İndi isə yaydığımız alt qatı yerləşdiririk tavamıza. Görürsünüz xanımlar, nazikliyinə baxın, nə çox qalındır, nə də çox nazikdir. Orta. İndi bunun lazım olmayanlarını ətrafından götürəcəyik. Bəzi xanımlar paxlavanın içinin üst qata çıxmasından şikayətlənirlər. Bu sizin çox yardımınıza çatacaq. Xəmiri yerləşdirdikdən sonra bununla bastıra-bastıra gedirsiniz ki, ara qatlarında hava qalmasın. İndi isə yağımızı əlavə edirik. Yağımızı yayırıq.
Xanımlar, alt qatımızı sadəcə yağlayırıq. Bura içi əlavə etmirik. Xəmiri görürsün nə qədər nazik yaymışam. Mən xoşlayıram ki, qatlar gözəl görünsün. İndi yenə xəmirimizi bastıra gedirik ki, ortada hava qalmasın və bizim içliyimiz paxlavanın üzərinə çıxmasın. İndi isə vilka ilə bir-iki yerdən deştəkləyirik ki, bişdiyi zaman havası çıxsın. Xanımlar, mən paxlavanın orta qatlarına yağ istifadə etmirəm. Onu mən sobaya qoyduqdan sonra paxlavanın üst qatı biraz bərkidikdən sonra çıxaracağım və o zaman 550 qram kərə yağını istifadə edəcəm. İndi isə içliyimizi başlayırıq əlavə etməyə və əlimizlə yayırıq hər tərəfə bərabər yayılacaq şəkildə. Alt qata çox da içli vurmaq olmaz və belə-belə davam edirik. Hər dəfə xanımlar eyni proseduru icra edirik. Baxın, belə edirik ki, paxlavamızın içliyi üst qata çıxmasın. Bax, görürsünüz, bunu eləyəndə səndən gəlir. Ona görə əlinizi qoyursunuz. Belə eləyirsiniz ki, xəmir sizə tərəf qayıtmasın. Görürsünüz, belə daha səliqəli olur, nəinki belə. İçliyimizi əlavə edirik. Əlimizlə bərabər şəkildə yayırıq. Əziz xanımlar, artıq paxlavamızın son qatını edirik. Bundan sonra artıq üst qapağını qoyacağıq. Nəzərinizə çatdırım ki, son qata qəti şəkildə içi istifadə etmirik. Sadəcə olaraq yağ istifadə edəcəyik. Yağımızı əlavə edirik. Mən kərə yağı istifadə etmişəm. Hər kəs büdcəsinə uyğun yağ istifadə edə bilər. İndi isə yağımızı ehmalca yayıram. Hər tərəfinə bərabər şəkildə yayılacaq şəkildə diqqət edirəm. Diqqət edirəm ki, hər tərəfə yağımızı əlavə edək ki, üst qapağımız düşməsin. İstəyən bu yağı kərə yağı yox, duru yağında əvəzləyə bilər. Sifarişçi bizdən kərə yağı istədiyinə görə biz kərə yağı istifadə etmişik. Yağ seçimi hər kəsin özünə məxsusdur. Kim istəsə kərə yağı və yaxud margarin yağı istifadə edə bilər. Artıq bu hazırdır xanımlar. İndi isə keçirik üst qapağımızı yaymağa. Xanımlar, bir şey nəzərinizə çatdırım ki, üst qapağımızı soyuducudan çıxartdığınız həmən etmirsiniz. Çünki soyuqdur, üst qapağımız yırtıla bilər. Biraz gözlədirik, üzərindən basırıq. Bir 5 dəqiqə gözlədib yayacağıq. Üst qapağını artıq yayırıq xanımlar, amma ehtimalca yayırıq. Çünki baxaraq ki, hər tərəfi eyni qalınlıqda olmalıdır. Şəkli zədələnməsin. Soyuducuda qaldığına görə biraz bəlkə ola bilər, o sizi qorxutmasın. Yavaş-yavaş açılacaq. İçəridəki havanı çıxartmağa çalışın. Gördünüz ki, hava qalsın, yenə belə biraz gətirirsiniz önə. Havasını çıxartırsınız. İndi isə kənar xətlərini kəsirik. İndi isə xanımlar, yenidən paxlavamızın üzərində artıq xəmirləri götürdük. Bununla havasını çıxartmağa çalışacağıq. Amma çox ehmal şəkildə. Xanımlar, artıq gördüyünüz kimi presləmə işimiz tamamilə bitmişdir. İncə nöqtələrdən biri də biz bu halda paxlavamızı ən az 45 dəqiqə soyuducunun üst qatında gözlədəcəyik. Bu bizə nə üçün lazımdır? Xəmirimiz bərkiyəcək və biz paxlavamızı gözəl şəkildə kəsə biləcəyik. Və tamamilə paxlava özünə gələcək. Ondan sonra sobaya qoyduğumuz zaman paxlavanın içliyi üzərinə çıxmayacaq. İndi isə göndəririk soyuducuya, 45 dəqiqə sonra görüşək. Xanımlar, indi biz 45 dəqiqə gözlətdik paxlavamızı. Üzəri çox gözəl bərkiyib, artıq paxlavamızı kəsməyə hazır edirik. Xanımlar, əvvəlcə tam belə kəsmirik, sadəcə iz qoyuruq, bəlirləyirik ki, biz necə kəsəcəyik. Daha sonra tam pulu vermiş olacaq. İndi buradan kənardan biraz çıxardırıq. Üzərindən belə iz qoyuruq. Bu bizim çıxıntımız. Düzdür. İndi başlayırıq buradan kəsməyə. İz qoyub kəsəndən sonra daha rahat olur. İndi bu iz qoyduqlarımızı kəsirik. İndi isə xanımlar bu tərəfdən iz qoyuruq. Paxlavalarımıza fiqur veririk. Xanımlar, artıq paxlavamızın izlərini də atdıq. İndi isə kəsirik.
xanımlar maraqlanır ki, paxlavanın üz rəngi necə gözəlliyə alınır. Onun üçün mən 3 rəngdən istifadə edəcəm. Bunlar hər birindən qaşığın ucunda əlavə edəcəm qaba və üzərinə bir xörək qaşığı suyla həll edəcəm. Limon, qoz rəngi və portağal rəngi. İndi başlayırıq. Azca bundan, portağaldan, limon rəngindən yenə azca və biraz daha çox qoz rəngi istifadə edəcəyik. Və bir xörək qaşığı su. Bu suda bunu həll edirik. Tam həll edəcəyik, çünki tərkibində şəkər var deyə biz onu tam həll etməliyik. Baxın, belə bir rəngi alınır. Baxın. Belə tüm görünməyinə baxmayın, üzərində çəkdiyi zaman açılacaq. Rəngimiz bu qədər. Xanımlar, bayaq sizinlə hazırladıq bu rəngi. Paxlavalarımızı kəsdik, artıq hazırdır. İndi isə üzərini rəngləyik. İsə xanımlar, paxlavalarımızı rənglədikdən sonra qozların üzərinə qoyub sobamıza pişməyə göndərəcəyik. Amma biz paxlavamızın bu tərəfinə bantik eləyəcəyik deyə bantik öncədən düzmürük, çünki qızara bilir. Amma qozlarımızı düzdük, indi isə öncədən isitdiyimiz 150 dərəcədə sobada alt rejimdə pişməyə göndəririk. Əziz xanımlar, 20 dəqiqə bunu pişirdik. Paxlavanın üzərinə vurursunuz, baxırsınız ki, paxlavanın üzəri bərkiyibsə, o zaman bunun yağ vermə zamanı yetişir. İndi isə təkrar yenə aralarını kəsirik ki, yağ tam bərabər şəkildə paylansın. Yağa batıra-batıra vururuq ki, rahat doğransın paxlavanız. İndi isə xanımlar, 550 qram əritdiyimiz kərə yağını paxlavamızın ara qatlarına əlavə edirik. Diqqət edək ki, hər tərəfinə yayılsın. 550 qram kərə yağı istifadə etdim burada. Hər tərəfinə bərabər yayılacaq şəkildə diqqət edirəm ki, bərabər paylansın. İndi isə yenidən qoyuruq sobamıza. Xanımlar, paxlavamızdan xüsusi bir xəmir kənara qoymuşduq ki, bantik hazırlayaq. Bugün bantik hazırlayacağım. İndi xəmirimizi yayırıq. İndi bir xəmirin üzərində bir evdə mütləq kiminsə qələmi ya karandaş olur. Kənarını, artıqlarını kəsirik. Sonra buradan uzun bir xəmirimizi götürürük. Sonra bura qoyuruq. Bu təbii ki uzun olacaq, qısaldacağıq. Gətiririk bura. Buradan belə bir yaradırıq. Sonra qayçı ilə kəsirik. Və buradan ihmalca çıxardırıq. Belə bir bantikimiz əmələ gəlir. Xanımlar, artıq bizim paxlavamız pişib, tam hazırdır. İndi isə paxlavanın üzərində bantiklərimizi düzəcəyik. Bantiklərimizi necə yapışdırırıq. Kənarda şərbətimizə 2 xörək qaşığı şərbətə, 2 dolu xörək qaşığı qlükozanı qarışdırmışam. Üzərlərinə vurub və bantikləri paxlavamızın üzərinə düzəcəyik. Baxın, belə çəkirik, ehmalına çəkirik və gözlətmədən tez yapışdırırıq. Çünki dona bilər şərbət və buralarını biraz açırıq ki, paxlavamız görünsün. Yapışdırırıq. Karandaşla bu hissəsini düzəldirik. Baxın, indi bantiklərin belinə qoz qoyuram. Şərbəti çəkirsiniz üzərinə, bantiklərin üzərindən də qoz qoyursunuz. Pişəndə yapışacaq. Paxlavanın üzərinə qəşəng düzdük. İndi isə 7 dəqiqə saata baxırıq. Çünki bunlar qızarmamalıdır. 7 dəqiqə ərzindən sonra çıxardırıq. Təkrar bir daha qlükoz və şərbət qarışığını vurub 2 dəqiqədə elə saxlayıb daha sonra çıxardıb artıq şərbətini verəcəyik. Əziz və dəyərli xanımlar, gördüyünüz kimi şərbətimizi artıq süzmüşük. Şərbətimizin rəngi görürsünüz necə gözəldir. Bunun üçün nə edirsiniz? Daşlığın ucunda portağal rəngi istifadə edin. O zaman
Şərbətimizin rəngi çox gözəl olacaq. Deməli xanımlar, paxlavanın önəmli nöqtələrindən biri də paxlavanın parlaqlığıdır. Parlaqlığı üçün 2 xörək qaşığı şərbət, 1 xörək qaşığı qlukozanı kənarda qarışdırıb paxlavanın üzərinə çəkib 2 dəqiqə ərzində sobanın üst gözünü yandıraraq daha sonra çıxardıb şərbətini tökəcəyik. Xanımlar, artıq qlukoza və şərbət qarışımımızı paxlavamızın üzərinə çəkdik. 2 dəqiqə ərzində sobada saxlayıb götürəcəyik. Şərbətimizi əlavə edirik xanımlar. Artıq paxlavamızın son hazırlanış nöqtələridir. Xanımlar, gördüyünüz kimi artıq şərbətimizi istifadə etdik. Şərbətini tam çəkəndən sonra sizə paxlavamızın kəsilmiş variantını göstərəcəm.